أشهد أن محمدًا رسول إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم واعتصموا بحبل الله جميعا ولا تفرقوا قال رسول الله صلى الله عليه وسلم لا تختلفوا فإن من كان قبلكم اختلفوا فهلكوا. Esselamu Aleyküm değerli Müslümanlar. Uca Allah'a hamdü senalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salat selamlar olsun. Sizlere ve özme uca Allah'a karşı takvalı olmağı ve Resulullah sallallahu aleyhi ve sellemin yolundan gitmeyi tövsiye edirəm. Ettiğim nəsihətlər önce özme, sonra siz değerli kardeşlermadır. Möhtərəm Müslümanlar, Rabbimize hamdü senalar olsun ki, birlik ve beraberliğimizi bildiren bu cümə günü namazı əda etmək üçün öz evlərinin birində bizlərə bir araya gəlməyi nəsib etdi. Birlik və bərabərlik dinimizin gərəyidir. Dinimiz İslam, tövhid və vəhdətin dinidir. Yardımlaşma və dəstək olmaq dinidir. Dinimiz toplumun bütün fərdləri ilə ədalət çərçivəsində, sevgi və hörmət içərisində qardaşca yaşamağımızı, şəfqət və mərhəmətlə bir-birimizlə ünsiyyət etməyimizi əmr edir. Bir-birimizə arxa çevirməyi, qardaşlıq bağlarını qoparmağı qadağan edir. Bu həqiqətlər həm Qur'an-ı Kərimin ayələrində, həm də Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləmin mübarək kəlamlarında əks olunmuşdur. Belə ki, Allah-u Teala Ali İmran suresinin 103-cü ayəsində buyurur ki, وَاعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Hamılıqla Allah'ın ipinə, İslam'a möhkəm sarılın, firqərələ bölünüb bir-birinizdən ayrılmayın deyə buyuraraq bizi birlik və bərabərliyə səsləyir. Həmçinin unutmayaq ki, bizi birləşdirən ən ümiddəyər iman qardaşlığıdır. Hucurat suresinin 10-cu ayəsində buyurulduğu kimi İnnəməl mü'minunə ixvətun. Həqiqətən müminlər dində qardaşdır. Resulullah sallallahu aleyhi və səlləm bu mənada buyurur ki, bir-birinizə həsəd etməyin, aldatmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin. Ey Allahın qulları, qardaş olun. Müsəlman, müsəlmanın qardaşıdır. Resulullah sallallahu aleyhi və səlləm ümmətinə daim vəhdət, birlik, sevgi və sülhü təbliğ etmişdir. Əziz şəriflərin birində belə buyurulmuşdur. La təxtəlifu fə innə mən kənə qabləkum ixtələfu fəhuliku. Parçalanmayın, çünki sizdən öncəkilər parçalandılar və həlak oldular. Məhz iman qardaşlığına önəm verdiyinə görə Resulullah sallallahu aleyhi və səlləm Mədiniyə hicrət etdikdə ilk olaraq etdiyi işlərdən biri də müsəlmanların arasında qardaşlıq əqdi bağlaması olmuşdur. Bu zaman bir Məkkəli mühacir, bir Mədinəli ansar ilə din qardaşı elan edilmişdir. Qısa müddətdə Mədinədə 186 ailə arasında qardaşlıq əqdi bağlanmışdır. O dövrdən etibarən İslam böyükləri müsəlmanları birlik və qardaşlığa çağırmış, təfriqə törətməyi, parçalanmağı böyük cinayət hesab etmişdir. Resulullah sallallahu aleyhi və səlləm buyurur ki, cəmaatla birlikdə olun, cəmaatı tərk etməkdən çəkinin. Şübhəsiz ki, şeytan tək başına qalan ilə bərabərdir. İki kişidən isə uzaqdır. Kim cənnətin ortasında məqam istəyirsə, cəmaatla birlikdə olsun. Dəyərli müsəlmanlar, cəmaatı tərk etmək, həmçinin təfriqə yol vermək cahillikdən, Allahın və Peyğəmbərin sallallahu aleyhi və səlləmin yolundan uzaqlaşmaqdan
dinə laqeyd yanaşmaqdan, onu doğru düzgün öyrənməməkdən, dini əhkamları istəklərə uyğun dəyişməkdən irəli gəlir. Buna görə də bildiyimizin təmini üçün dinimizi başqa cür deyil, Quran və sünnəyə görə yaşamaq lazımdır. Müsəlmanların gücü həmişə inanc və birliklərinə görə olur. Rəbbimiz Ali İmran surəsinin 105-ci ayəsində buyurur ki: وَلَا تَكُونُوا كَالَّذ۪ينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتِ وَأُولَٰئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ. Allah tərəfindən açıq aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın. Onlar böyük əzaba düçar olacaqlar. Müsəlmanların birliyinin və vəhdətinin vacibliyini öz nəsihətlərində bizə çatdıran Rasulullah sallallahu aleyhi və səlləm möminlərin bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərini qorumaqda vücuda bənzətmişdir. Vücudun bir orqanı zədələnəndə, xəstə olanda onun ağrısını, yoxsuzluğunu bütün bədən necə çəkirsə, mömin də eyni ilə din qardaşlarını daima yanında olmalı, birlik və vəhdətini qorumalı, dərdinə şərik olmalıdır. Eyni ilə başqa nəsihətində buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, mömin üçün bir parçası digər parçasını möhkəm sıxıb tutan bina kimidir. Möhtərəm müsəlmanlar, Allah-u Teala birliyimizi qorusun, həyatımızı Quran və sünnə işığında yaşamağı nəsib eyləsin. Xutbəmizin sonunda xatırlatmaq istəyirəm ki, artıq mübarək 3 aylar həyatımıza daxil oldu. Rasulullah sallallahu aleyhi və səlləmin Rəcəb ayı daxil olduqda belə dua etdiyi nəql olunur. Allahümmə bərik lənə fi Rəcəb və Şə'ban və bəlliğnə Ramazan. Allahım, Rəcəb və Şabanı üzərimizə bərəkətli et və bizi Ramazana çatdır. Unutmayaq ki, qış bir fürsətdir. Eyni ilə Nəbi sallallahu aleyhi və səlləm buyurur ki, Əş-şitəu rabi'ul mü'min. Qış müminin baharıdır. Həsən-ül Bəsri Həzrətləri buyurur ki, mömin üçün ən yaxşı fəsil qış fəslidir. İbadət etmək istəyənlər üçün gecələri uzun, oruç tutmaq istəyənlər üçün isə gündüzləri qısadır. Allah-u Teala bu fəsildə cümləmizi xeyirli şəkildə faydalanan qullarından etsin. Dəyərli müsəlmanlar, hər ay olduğu kimi məscidimizin ehtiyacları üçün siz dəyərli qardaşlara üz tuturuq. Allah-u Teala verdiyiniz sədəqələri və verəcəyiniz sədəqələri qəbul etsin. Ələ innə əhsənəl kələm və əbləğən nizam kələmullahil məlikil əzizil əlləm kəmə qalallahu təbarəkə və təalə fil kələm və idə quriəl Qur'anu fəstəmi'u ləh və ənsitu ləalləkum turhamun. Ə'udhu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəd-dinə indəllahil İslam.